Deməli, təsərrüfatın sahibi quruluşu deyəndə nə başa düşdün? Yəni dünyada təsərrüfatın neçə faiz pay təşkil etdiyini. Hə, təsərrüfat sahələrinin ümumi, faizlə göstərici nəzərdə tutulur. Bunu 2 formada demək olar. Birincisi, hər hansı bir region və ya ölkədə ümumdaxili məhsulun tərkibindəki təsərrüfat sahənin payı nəzərdə tutulur. Tutalım, Azərbaycanda məsələn, ümumdaxili məhsulun tərkibində sənayenin, payı neçə faizdir, kənd təsərrüfatının payı neçə faizdir və yaxud da ki, xidmət sahəsinin ümumi dəyərinin faizlə miqdarı neçə faizdir? Bu bir göstəricidir. Digər təsərrüfatın sahibi quruluşu isə burada da qeyd edilir, əhalinin müxtəlif sahələrdə məşğulluq nisbətinə əsasən müəyyən edilir. Yəni, Azərbaycandan nümunəni davam etdirək, ölkədəki əhalinin neçə faizi kənd təsərrüfatında, neçə faizi sənaye ilə əlaqədar sahələrdə, neçə faizi isə xidmət sahələrində çalışır? Bax, odur təsərrüfatın sahibi quruluşu. Dünyada hazırki statistikaya görə bayaq qeyd elədik, bir daha xatırlayaq. Kənd təsərrüfatında ümumi payın miqdarı olduqca azdır. Cəmi 6% olduğunu bildirmişdik. Başlıca olaraq əhali əsasən 64% qeyd elədik ki, xidmət sahələrində, yəni qeyri-istehsal sahələrində çalışır. Sənaye isə 30% civarındadır. Amma illər əvvəl 1900-cü illərə qayıdanda kənd təsərrüfatının payı daha yüksək idi. Bu göstərici illər keçdikcə kənd təsərrüfatının payı azalmış, xidmət sahəsinin payı isə artmışdır. Dünya ölkələri, deməli, sahibi quruluşuna görə 3 inkişaf mərhələsindən keçmişdir. Aqrar birincidir, sənaye və post-sənaye mərhələsi. Deməli, bütün region ölkələr əslində aqrar mərhələdən başlayır. Daha sonra onlardan bir qismi sənaye mərhələsinə çatır, bəziləri isə söhbət inkişaf etmiş ölkələrdən gedir ki, onlar post-sənaye mərhələsinə çatmışdır. Nədir aqrar mərhələ? Bu mərhələdə olan ölkələr hazırda varmı və yaxud da ki, bu mərhələdə olan ölkələr hansı quruluşa malikdir, xüsusiyyətə malikdir? Sənayeleşmə dövrünə qədər dünya təsərrüfatı, yəni dünyanın bütün ölkələri aqrar quruluşa malik olmuşdur. Bu dövrdə maddi istehsalın əsas mənbəyini kənd təsərrüfatı təqdim edirdi. Maddi istehsal, maddi nemətlər istehsal edən, gözlə görüb toxuna bildiyimiz məhsullardır. Hazırda maddi istehsalda əsas rol sənayenin üzərinə düşür. Bəzi dünya ölkələrində hazırda bu təsərrüfat quruluşu qalmaqdadır. Söhbət geri qalmış kasıb ölkələrdən, Afrika ölkələrindən və Boliviya, Paragvay bu tipli ölkələrdən, Əfqanistandan gedir. Onların iqtisadiyyatının əsasını yalnız bir və ya bir neçə kənd təsərrüfatı məhsulunun istehsalı təşkil edir. Deməli, aqrar mərhələdə olan ölkələr monokultur ölkələr hesab edilir. Monokultur, kultur təsərrüfat kimi başa düşür, monoda tək təsərrüfat sahəsinə malik olan ölkələrdir. Yəni, bunlar geri qalmış ölkələrdir. Bunlarda təsərrüfat yalnız bir istiqamət üzrə inkişaf etmiş, yəni o da yüksək inkişaf etməyib. Hansı ki, adətən kənd təsərrüfatının 1-2 sahəsi mövcud olur. Belə tip ölkələrdə başa düşdünüz ki, burada adı çəkilərin üzərinə xətt çəkdim, altına xətt çəkdirdim. Belə tip ölkələrdir. Adətən əksəriyyəti dediyimiz kimi Afrikada yerləşən ölkələrdir. Davam edək. İndi bizim üçün bax belə bir iqtisadiyyatda faizlə təsərrüfat sahələrini göstərən sxem təqdim edilib. Birinci mərhələ az öncə qeyd elədik. Sənayeleşməyə qədərki mərhələdir. Bu dövr həm də nə adlandı? Aqrar dövrü adlandı. Aqrar dövrdə xüsusilə də yuxarıda dayanan nədir? Təbii ki, gördüyünüz kimi kənd təsərrüfatıdır. Hansı ki, kənd təsərrüfatının ümumi əhalinin payında rolu böyükdür, 90%-ə yaxındır. Digər təsərrüfat sahələrinin faizlə miqdarı bu mərhələdə azdır. Davam edək. Növbəti mərhələ nə gəlir? Sənayeleşmə dövrü. Sənayeleşmə dövrdə artıq biz nə görürük? Sənaye sahəsi xüsusilə də biz bu mərhələdə daha yüksək mərhələyə yüksəldiyini görürük. Bu mərhələdəki ölkələrdə artıq sənayedə çalışan əhali ümumi əhalidə daha böyük paya malik olur. Son mərhələ nədir? Post-sənaye dövrü. Bu mərhələdə artıq ölkədə modernləşmə mərhələ olduğuna görə sənaye və kənd təsərrüfatı avtomatlaşdırılmış şəkildə təşkil edilir. Ona görə də əhali daha çox bu mərhələdə xidmət sahələrində çalışır. Post-sənaye dövrünə çatan ölkələr inkişaf etmiş ölkələrdir.
Bunlar modernləşmiş ölkələrdir və müasir təsərrüfat modelinə malikdir. Təsərrüfatında, xüsusilə də həm kənd təsərrüfatı, həm sənayedə avtomatlaşdırılmış texnikadan daha çox istifadə edirlər. Ona görə də əhali daha çox xidmət sahələrində çalışır. Davam edək. İndi növbəti bayaq harda qalmışıqsa oradan davam edirəm. Deyir, sənaye inqilabından sonra maddi istehsalda artıq sənaye məhsulunun həcmi daha da artdı və bu sənayeləşmə dövrünün başlanğıcı oldu. 18-ci, 19-cu əsrlərdən elmi-texniki inqilabın başlamasına qədər ki, yəni 1950-ci illərə qədərki dövrdə Avropada və Şimali Amerikada məhz sənayeləşmə dövrü quruluş hakim olmuşdur. Hal-hazırda isə deməli, bu mərhələyə yeni sənaye ölkələri aid edilir. Yeni sənaye ölkələri hansılardır? Hansı ki, Latin Amerikadakı əsas ölkələrdən xüsusilə də Meksika, Braziliya, Argentina, Çili, Uruqvay və yaxud da ki, Cənub-Şərqi Asiya regionundakı Tayland, Malaziya, Indoneziya, Filippin, həmçinin Hindistan da məhz bu mərhələyə aid edilir. Türkiyə, İran da. Yəni, sənayələşmə dövründə ölkədəki əhalinin əsas fəaliyyət, məşğuliyyət sahəsi nədir? Sənaye sahələridir. Halbuki, hələ indiki Avropa dövlətləri və Şimali Amerika sənayələşmə mərhələsinə 18-19-cu əsrlərdə çatmışdır və onlar etiyə qədər, 1950-ci ilə qədər bu mərhələdə idilər. Artıq 1950-dən sonra həmin Şimali Amerika ölkələrdən Kanada, ABŞ və Qərbi Avropa növbəti mərhələ. Növbəti mərhələ nədir? Sonuncu mərhələ. Post-sənaye mərhələsinə çatıblar. İndi elə onlardan danışaq, post-sənaye mərhələsindən. Qərb ölkələrində sənayedə istehsalın avtomatlaşdırılması ilə işçi qüvvəsinin maddi istehsal sektoruna xidmət sahələrinin axını baş verdi. Yəni, artıq Avropa dövlətlərində sənayedə işçi qüvvəsinə ehtiyac qalmadı. Çünki bu sahədə işin böyük hissəsi avtomatlaşdırılmış texnika tərəfindən icra edilir. Ona görə işçi qüvvəsi qeyri-istehsal sahəsi olan xidmət sahələrinə üst tutur. Davam edirik. Bu, deməli, dünya təsərrüfatında xidmət sektorunun payı buna görə də sürətlə artdı. Hazırda bayaqlar biz bildirdik ki, xidmət sahəsi ümumi təsərrüfatın sahibi quruluşunda əsas paya malikdir. Deməli, bu mərhələ, bu dövr necə adlanır? Post-sənaye dövrü. Post-sənaye sənayeden sonraki dövrdür. Buna hansı ölkələr çatır? İnkişaf etmiş ölkələr. Post-sənaye dövründə iqtisadiyyat keyfiyyətcə yeni bir mərhələyə yüksəlib ki, bu da modernləşmə mərhələsi hesab edilir. Modernləşmə nədir? Maşın və avadanlıqların texnoloji prosesləri müasir tələblər və normalara uyğun yenilənməsidir. Və biz bunu dediyimiz kimi inkişaf etmiş ölkələrə şamil edirik. Beləliklə, sualda düşərsə ki, post-sənaye dövründə olan ölkələr qrupunu seç, sən əlbəttə ki, inkişaf etmiş ölkələr götürəcəksən. Bu mərhələ üçün səciyyəvi xüsusiyyəti seçdiklərsə, post-sənaye dövründə iqtisadiyyat keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub, yəni modernləşmə mərhələsinə. Və bu mərhələ əsas özelliyi odur ki, artıq maşın və avadanlıqların texnoloji prosesə müasir tələblərə və normalara uyğun yenilənməsidir. Hansı ki, bu zaman artıq işçi qüvvəsi maddi istehsal sektorunda xidmət sektoruna axın edir. Əvvəl maddi istehsal sahəsi olan sənayedə çalışırdı, sənayələşmə dövründə. Amma hazırda biz görürük ki, modernləşmə dövründə artıq sənayedə çoxlu işçi qüvvəsinə ehtiyac qalmır. İnsanlar hara axın edir? Xidmət sahələrinə. Xidmət nədir? Təhsil, turizm, nəqliyyat, ticarət, bank, maliyyə, marketinq, IT və s. bu tipli sahələr xidmət sahələri kimi fərqlənəcək. Davam edirik. Növbəti bir məqam. Yəni, belə başa düşün ki, dünyanın bütün ölkələri bu mərhələləri yavaş-yavaş keçirlər. İnkişaf etmiş ölkələr gəlib çatıb 3-cü mərhələyə, yəni post-sənaye dövrünə. İnkişaf etmiş ölkələr. Yeni sənaye ölkələri, hansı ki, Türkiyə, İran, Cənub-Şərqi Asiyadakı Tayland, Malaziya, Indoneziya, onlar sənayələşmə mərhələsindədirlər. Kasıb geri qalmış ölkələr isə, onlar hələlik aqrar mərhələsindədir, sənayələşməyə qədərki dövr. Yəni, burada əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Amma Türkiyə, Malaziyada əhali daha çox sənaye sahələrində çalışır. İnkişaf etmiş ölkələrdə isə daha çox xidmət sahələrində çalışır. Bunları başa düşün, dərk edin, biz isə davam edirik. Deməli, Avropa dövlətləri xüsusilə də 18-19-cu əsrdən etibarən
ta 1950-ci ilə qədər, eti başlayana qədər deyəcəksiniz ki, sənaye mərhələsində olublar. Deməli, 18-ci əsrə qədər Avropada bütün dünya olduğu kimi Avropa ölkələri də aqrar mərhələdə idilər. Deməli, Avropa 18-ci əsrə qədər aqrar mərhələdə olub. 18-in 19-cu əsrdən başlayaraq 1950-yə qədər Avropa sənayeləşmə mərhələsinə qədəm qoyub. Xüsusilə də 1950-ci illərdən etibarən etinin formalaşması artıq onların modernləşmə mərhələsinə qədəm qoymasına imkan vermişdir. Türkiyə kimi ölkələr hansı mərhələyə gəlib çatıb? Azərbaycan da əsasən demək olar sənayeləşmə mərhələsinə. Amma Myanmar, Laos, Əfqanıstan, Nepal və kasıb Afrika dövlətləri, Paragvay kimi Latin Amerikadakı kasıb ölkələr hal-hazırda da sənayeləşmə mərhələsindədir. Sənayeləşməyə qədərki mərhələdədir daha doğrusu. Aqrar mərhələdədir. Bu tip ölkələrdə kənd çalışanların payı çoxdur. Hazırda iqtisadiyyat 4 sektorla fərqləndirilir. Birinci sektor insanların təbiətdən istifadə etdikləri sahələri əhatə edir. Yəni, buna nələr aiddir? Qeyd edə bilərsiniz ki, faydalı qazıntının hasilatı, yəni onların çıxarılması, kənd təsərrüfatı, meşə tədarükü kimi sahələr daxildir. Faydalı qazıntıların istehsalı mineral ehtiyatların mövcudluğundan birbaşa asılıdır. Dünyada çıxarılan mineral ehtiyatların xammalın 90%-dən çoxu 20-yə qədər ehtiyatın payına düşür. Onların içərisində ən vacibləri isə burada adı yazılan neft, təbii qaz, daş kömür, dəmir filizi, boksit, mis, qalay, qızıl, almaz, fosforit kimi ehtiyatların payına düşür. Deməli, təsərrüfatın birinci sektoru deyəndə xüsusilə də təbiətdən istifadə nəzərdə tutulur ki, bunun tərkibində də faydalı qazıntının hasilatı, yəni çıxarılması, kənd təsərrüfatı və meşə tədarükü. Meşə tədarükü meşə materialların əldə edilməsidir. Onun xammal şəklində ixrac edilməsidir. Təsərrüfatın ikinci sektorundan danışası olsaq, həmin bu birinci sektorda əldə etdiyimiz ehtiyatları emal edir, yəni son məhsula çevirir. Burada artıq emaldan danışacağıq. Bu sektorun 7 dənə emal sahəsi daxildir. Energetika, elektrik istehsalı, istehlaka çatdırılması, eyni zamanda yanacaq faydalı qazıntıların emal edilməsidir. Metallurgiya, qara əlvan metallurgiya fərqləndirilir. Maşın qayırma, kimya sənayesi, meşə sənayesi, yüngül sənayesi və qida sənaye sahələri daxildir. İkinci sektor bayaqları sənaye mərhələsinə çatmış ölkələrin səciyyəvi sektorudur. Tutalım, Malayziya, İndoneziya, Filippin kimi ölkələrdə əhalinin əksəriyyəti ikinci sektorda çalışır. Amma aqrar ölkələrdə, xüsusilə də təbii ehtiyatların hasilatı ilə məşğul olan ölkələrdə əhalinin əksəriyyəti birinci sektorda çalışır. Deməli, Afrikanın geri qalmış əksər ölkələri əhali olaraq çalışdığı sahələr birinci sektora aid edilir. Bəs hansı tip ölkələrin əhalisi üçüncü sektorda çalışır? Nədir üçüncü sektor? Buna diqqət edək. Üçüncü sektor xidmət sahələridir. Bu, tərkib olaraq genişdir. Turizm, səhiyyə, təhsil qeyd edilib, amma ümumi olaraq bank, maliyyə, marketinq olsun, IT olsun, hüquq və s. müxtəlif bu tipli qeyri-istehsal sahələrin özündə cəmləşdirir. Son illərdə ticarət və nəqliyyat, turizm və rabitə, bank xidmətləri, səhiyyə, təhsil, kino, teatr, digər incəsənət sahələri aparıcı mövqeyə keçmişdir və biz bunu əlbəttə ki, inkişaf etmiş ölkələr üçün daha çox səciyyəvi olduğunu deyəcəyik. Onlarda əhalinin əksər çalışan hissəsi bu sahələrdə çalışır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya və Qərbi Avropa ölkələrinin təsərrüfatın strukturunda xidmət sahələrində işləyən sahə ölkədəki ümumi əhalinin 70%-ə qədəridir. Hazırda dünyada da bu sektorda çalışanlar ümumi əhalinin payında böyük rola malikdir. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Buna səbəb nədir? Yüksək səviyyəli texnoloji avadanlıqlar tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır əl əməyindən istifadə azalmışdır, yəni aradan qaldırılmışdır. Bunu bir gözəl nümunə ilə qeyd edək. Məsəl üçün, günümüzdə Yaponiya iqtisadi cəhətdən üstün inkişaf etmiş ölkədir və Yaponiyada 17 dənə işçinin polad istehsal zavodu gördüyü işi Hindistanda 1000 işçi icra edir. Yəni, o deməkdir ki, Yaponiya müasir texnoloji avadanlıqların üstünlüklərindən istifadə edərək əmək məhsuldarlığını artırmış, ağır əl əməyinə tələbatı azaltmışdır və günümüzdə
bu tip müasir texnoloji inkişafa çatan ölkələrdə əhali xidmət sahələrində çalışır. Nepal, Bangladeş, Efiopiya, Qvineya, Mozambik, Ruanda, Butan, misal üçün, həmçinin Uqanda kimi inkişafdan geri qalmış ölkələrin iqtisadi cəhətdən fəal əhalisinin cəmi 25%, 5-20% məhz bu sadaladığımız 3-cü sektordakı təsərrüfat sahələrində çalışır. Onlarda mütləq əksəriyyət 1-ci sektorda, xüsusilə də kənd təsərrüfatı və hasilat sahələrində çalışır. Davam edirik. Müasir dövrdə yeni bir sektor ortaya çıxıb, 4-cü sektordur. Bu informasiya sahəsidir. Məlumatların yığılması, təhlili informasiya əsasında idarə etmədir. Elmi tədqiqat və onların tətbiq yollarını əhatə edir. O zaman belə yadda saxlayaq ki, inkişaf etmiş ölkələrdə əhali əsasən 3-cü və 4-cü sektor sahələrində çalışır. Ən geri qalmış ölkələr 1-ci sektora aid edilir. Nisbətən yeni sənayələşmiş ölkələr isə 2-ci sektora aid ediləcək. Bunu burada cədvəlləşdiriblər. Özünüz üçün də belə deyək, yadda saxlamaq üçün qeyd götürün səhifəni. Deməli, 1-ci sektorun tərkibində biz bildirdik ki, hasilat sənayesi, kənd təsərrüfatı, oduncağın tədarük edilməsidir. Bu iqtisadi cəhətdən ən geri qalmış ölkələrdir. Adlar çəkilən ölkələri də burada görə bilərsiniz. 2-ci sektorda emal sənayesi sahələrdir. Həmin 1-ci sekordakı hasil edilən xammal burada artıq hazır məhsula çevrilir. 7 dənə emal sənaye sahəsi qruplaşdırılıb. Onları tanıyın, gələcəkdə daha ətraflı keçəcək. Xüsusilə də bir çox yeni sənaye ölkələri, varlı körfəz ərəb ölkələri, köçmə kapitalist ölkələrdə də məhz bu sahə daha aparıcı sahə hesab edilir. 3-cü və 4-cü sektor isə qeyd edəcəksiniz ki, inkişaf etmiş ölkələrdə əhalinin əsas məşğuliyyət aid olduğu sahədir. 3-cü sahə, deməli, 3-cü sektor xidmət sahələri idi. Tərkibi əslində genişdir, sadəcə bir neçəsi qeyd edilib və informasiya sahəsi isə 4-cü sektora aid idi və əlbəttə ki, bu tip sektorlarda çalışanlar adətən inkişaf etmiş ölkələrdə daha çoxdur. Ümumən, siz ölkələrin əhalisinin çalışdığı faiz göstəricinə görə onların hansı inkişaf səviyyəsinə malik olduğunu təyin edə bilərsiniz. Tutalım, A ölkəsində 3-cü və 4-cü sektorda çalışanlar ümumi əhalidə 65-70% paya malikdirsə, onun inkişaf səviyyəsinin artıq yüksək olduğunu deyə bilərsiniz. Və yaxud da ki, başqa bir ifadədə, məsələn, B ölkəsində 1-ci sektora aid sahədə çalışanlar 50%-ə yaxındırsa, bu olduqca onun geri qaldığını bildirən bir göstəricidir. Maddi istehsal. İstehsalatda maddi nemətlər yaradan və onu istehlakçıya, insanlara çatdıran bütün sahələri əhatə edir. Maddi istehsal sahələri nələrdir? Sənaye, elə ən mürəkkəbi, kənd təsərrüfatı, ən qədimi, tikinti və tədarük kimi sahələr daxildir. Maddi istehsalın ən mürəkkəb sahəsi sənayedir. Özü də 2 dənə qrupa ayrılır, A və B qrupuna. A qrupu dediyimiz, istehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün istifadə edən avadanlıqları istehsal edir. Deməli, müvafiq olaraq onun tərkibinə energetika, dağ mədən, maşın qayırma, metallurgiya, kimya, meşə sənayesi daxil edilir. Və xüsusilə də bu sahələr ağır sənaye sahələridir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. İstehsal tullantıların qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən biridir. Elmi-texniki tərəqqinin nailiyyətləri tətbiq etməklə istehsal tullantılarını minimuma çatdırmaq mümkündür. Lakin tamamilə tullansız texnologiya prosesini yaratmaq hələ mümkün deyil. Biz artıq maddi nemət istehsal edən sahələrdən biri də ən mürəkkəbi sənaye olduğunu tanıdıq. A və B qrupuna ayrıldı. A qrupunda istehsal vasitəsi istehsal edən sahələr daxildir. B qrupunda isə istehlak. İstehlak nədir? Gündəlik istifadə etdiyimiz məhsul istehsal edən, bilavasitə əhalinin istifadə etdiyi məhsulları istehsal edən sahələrdir. Bura yüngül və qida sənayesi aiddir. Yüngül geyimdir, qidadır, bildiyiniz yeyintidir. Beləliklə biz artıq sənayenin tərkibinin hansı qruplara ayrıldığı ilə ilkin tanışlığı əldə edə bildik.
Deməli, başqa bir məhsul istehsal etmək üçün avadanlıq istehsalı A qrupudur. Amma gündəlik istifadə etdiyimiz məhsul istehsalını təşkil edənlər B qrupudur. Yəni istehlak məhsulları. B qrupuna sadəcə yüngül və qida sənayesi aiddir. İndi qeyri-maddi istehsal nədir? Buna diqqət edək. Qeyri-maddi istehsal insanın mənəvi tələbatını təmin edən sahədir. Bunun tərkibinə müxtəlif xidmət sahələri, məsəl üçün səhiyyə, tibb, təhsil, elmi tədqiqat, mədəni maarif, idman, incəsənət, istirahət, turizm, mənzil kommunal xidmətləri, məişət xidmətləri, dövlət idarələri, nəqliyyat, rabitə, ticarət, logistika, ictimai əsaslı mühafizəsi kimi xidmət sahələri aid edilir. Maddi və qeyri-maddi istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi ilə xidmət sahəsi adlanır. O özü də maddi istehsal sahəsi istehsal etmir, amma müxtəlif digər sahələrə fayda verən, rahatlıq yaradan sahə kimi adlandırılmaqdadır və özü də müxtəlifdir. Xidmət sahələrinin qrupları bunlardır. 1. İnfrastruktur xidmətləri. Elə ən vacib olan məqam budur. Suallarda belə bir ifadə işlədirlər. Deyir, hansı xidmət sahəsi olmadan A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək mümkün deyildir. Əlbəttə ki, söhbət infrastruktur xidmətindən gedir. İstehsal prosesini tənzimləmək üçün göstərilən xidmətlər hesab edilir. İnfrastruktur xidmətlərinə nələr daxildir? Nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir. Yəni, qısası, bir zavodun fəaliyyəti üçün lazım olan infrastruktur xidmətləri bu təqdim edilən ifadələrdir. Bunlar olmadan nə A qrupundakı sənaye sahələri, nə də B qrupundakı sənaye sahələri inkişaf etdirmək olmaz. Yəni, həqiqətən də nəqliyyat, rabitə, elektrik enerjisi, su və ya qaz təchizatı və ya təmir olmadan onları inkişaf etdirmək, formalaşdırmaq qeyri-mümkündür. Xidmət sahələri müxtəlifdir, digər xidmət sahələri isə burada təqdim edilib. Fərdi xidmətlərə dair verilən ifadəyə diqqət edirik. Əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün yaradılan xidmət növləridir. İstirahət, əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə kimi mühafizə xidmətləri buna aiddir. Növbəti xidmət növü işgüzar xidmətlərdir, diqqətli olaq. İstehsalçının təsərrüfat fəaliyyətinin səmərəliyini artırmaq üçün göstərilən xidmətdir. Elə bank marketinq fəaliyyəti, marketinq elə odur da. Reklamdır. Sonra hüquq məsləhətxanası kimi xidmət növləri ilə işgüzar xidmətlərdir. İşin iş keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş xidmətlərdir. Sosial xidmətlər deyəndə nə nəzərdə tutulur? Vətəndaşların təhsilə, səhiyyə və idmana, mədəniyyət və digər sahələrə olan tələbatını ödəyən sahə kimi nəzərdə tutulur. Bu da xidmət sahələrinin ümumi növləridir. Sonra, indi təsərrüfat modellərinə diqqət edək. Təsərrüfat sahələri ölkələrin iqtisadi inkişafının əsas mənbəyi olub, bir-biri ilə sıx əlaqədardır. Dövlət gəlirlərinin formalaşmasında onların hər birinin öz payı vardır. Sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin faizlə nisbəti təsərrüfat modelini yaradır. Müxtəlif ölkələr özlərinə məxsus təsərrüfat modelinə malikdir, bir-birindən fərqlənir. Gəlin fərqləndirək. Deməli, İnkişaf etmiş ölkələr olan adı çəkilən bu tip ölkələr, varlı ölkələr, təsərrüfatın modelində biz baxdığımızda görürük ki, hansı sahə üstündür? Xidmət sahələri. Bu sahədə çalışanların payı böyükdür. Ölkədəki əhalinin əksəriyyəti məhz xidmət sahələrində çalışır. Amma geri qalmış kasıbə ölkələrdə, adı çəkilən bu tip ölkələrdə, iqtisadi inkişaf, belə deyək, aşağı olan bu tip ölkələrdə əhalinin əksəriyyəti kənd təsərrüfatına aid edilir, kənd təsərrüfatına əlaqədar sahələrdə çalışır. Davam edirik. İndi bir digər məqama diqqət edək. Aşağıda verilən ifadələrə sizlər də birlikdə baxaq. Azərbaycanın təsərrüfat modelini görürsünüz. Təsərrüfatın sahibi quruluşu 2022-ci il üzrə statistik məlumatlardan istifadə edilib belə bir diaqram qurublar. Burada da müxtəlif sahələr görürsünüz. Birinci yerdə elə sənayedir. Təxminən 33,7%. Digər sahələr də görürsünüz. Hər nəysə, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, vergilər və digər ticarət kimi sahələrin 11,5% ümumi strukturu təqdim edilmişdir.
Nədir təsərrüfatın sahibi quruluşu? Bax, indi buna diqqət edin. Testdə də sual elə belə düşür. Deməli, təsərrüfatın sahibi quruluşu dedikdə, məhsuldar qüvvələrin söhbət əhali istehsal salı və müəssisələrdən gedir. Ərazi üzrə yerləşməsi başa düşülür. Təsərrüfatın ərazi quruluşunun 2 dənə forması mövcuddur. Biri polisentrikdir, yəni çox mərkəzli. Digəri də monosentrikdir, tək mərkəzli. Bu kasıb ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə təsərrüfatın ərazi quruluşunun polisentrik forması səciyyəvidir. Belə tip modelə sahib olan ölkələrdə iqtisadi rayonlar 4 dənə tipə ayrılır. Bu tipləri indi cədvəldə sizə təqdim edəcəm. Mütləq şəkildə o cədvəli qeyd götürün, əzbərləyin. Hətta əvvəlki illərdə sırf bu cədvəllə bağlı qəbulda sual da düşüb. Deməli, inkişaf etmiş ölkələrdə iqtisadi rayonlar 4 tipə ayrılır. 1. Yüksək inkişaf etmiş rayon. 2. Köhnə sənaye rayonları. 3. Aqrar. 4. Ekstremal ərazilər, yeni mənimsənilən rayonlar. Qaldı ki, xüsusiyyətləri qarşılarında təqdim edilib. Yüksək inkişaf etmiş rayonlarda elm tutumlu sahələr üstündür. Və bunu biz harada görə bilərik? ABŞ-ın Kaliforniya və Nyu-Yorkunda, İtaliyanın şimalı Fransada Paris, London, Almaniya Federal Respublikanın cənubi hissəsi. Köhnə sənaye rayonlarının xüsusiyyətinə gəlincə, vaxtilə onlar sənayələşmə mərhələsində yüksək inkişaf etmiş ərazilər idi. Hazırda isə köhnə, tənəzzülə uğramış, ənənəvi təsərrüfat sahələrinin üstün olduğu geri qalan ərazi kimi diqqət çəkməkdədir. Adətən, daş kömür ehtiyatlarının hasilat edildiyi rayonları qeyd etmək olar. ABŞ-da Apalaçı, Almaniya Federal Respublikasında qonur kömür yataqları, Sahar bölgəsini, Ruhr bölgəsini, Böyük Britaniyadakı Qara İngiltərə zonasını, Rusiyadakı Ural-Volqaboyu regionunda misal ola bilər. Aqrar rayon adı üstündədir, kənd təsərrüfatıdır. Əhalinin deməli, kənd təsərrüfatı ilə məşğul olduğu hissəni əks etdirir bu iqtisadi rayon. Biz bunu region olaraq İtaliyanın cənubunda, Fransanın qərb isə İspaniya mərkəz hissəsində görə bilərik. Bu arada qarışdırmayın, İtaliyanın şimalı yüksək inkişaf etmiş iqtisadi rayon mərkəzinə uyğun gəlir. Milan şəhərinin olduğu ərazilərdən bəhs edilir. Son olaraq, yeni mənimsənilən rayonlardır. Hansı ki, ekstremal əlverişli şəraitə malik olan ərazilərin mənimsənilməsinə yönəldilib. Bunu biz ABŞ-dakı Alyaska donuşluq ərazini, Danimarka müstəmləkəsi olan Qrenlandiyada donuşluq ərazilərin mənimsənilməsini, Avstraliyadakı səhra rayonları Rusiyanın Sibir regionunu qeyd etmək olar ki, həmin ərazilər ekstremal ərazilər qrupuna aid edilir. Son illərdə sənayenin inkişafı ilə bu ərazilərdə mənimsəmələr artmışdır. Yoldaşlar, mən sizə elə bu təqdim edilən polisentrik ərazi quruluşuna aid olan təsviri təqdim edəcəm. Bir dənə diqqətinizi bura yönəldin. Bu arada polisentrik, bu gördüyünüz Almaniyadakı quruluşdur. Hansı ki, bu tip ölkələrdə, xüsusilə də ölkənin demək olar ki, hər bir əyaləti yüksək inkişaf etmiş və təsərrüfat ölkə üzrə demək olar ki, bərabər paylanmışdır. Amma Türkmənistanın timsalında biz burada gördüyünüz kimi adətən ölkənin iqtisadi mərkəzi olaraq bir paytaxt və 2 dənə kiçik mərkəz fərqləndiyini görürük. Birazdan ona da toxunacam. Polisentrik ərazi quruluşu modelindən danışanda az öncə biz bu ifadələri sizlərə oxuduq. Məktəb dərsliyindən bu ifadəni göstərdim sizə. İndi onun sxematik təsvirindən tanış olun. Belə ki, polisentrik iqtisadi quruluşa malik olan təsərrüfatın quruluşuna malik olan ölkələrdə biz bayaq dedik ki, iqtisadi rayonlar 4 tipə ayrıldı. Yüksək inkişaf etmiş, köhnə sənaye rayonu, aqrar rayon və yeni mənimsənilən rayonlar. Və maraqlısı oldu ki, bu tip ölkələrdə iqtisadi rayonlar arasındakı əlaqələr gördüyünüz kimi olduqca sıxdır. Bir-birindən əlaqələri möhkəmdir. Və inkişaf etmiş ölkələrdə xüsusilə də limanlar daha çox idxal xammalına əsaslanan limanlardır. Oxdan da bilirik ki, xammalın idxalına yönəlmişdir. Buna diqqət edəcəksiniz. Növbəti ifadələrlə davam edək. İndi monosentriklə davam edirik. Baxaq. Latin Amerikası, Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində təsərrüfatın ərazi quruluş modeli isə monosentrik üstündür. Bu ölkələrdə keçmiş müstəmləkə tarixi ilə əlaqədardır.
Belə ölkələrdə təsərrüfat ərazinin əsasən bir mərkəzdə, yəni adətən ölkənin paytaxtında cəmlənir ya da liman şəhərlərində cəmləşmişdir. Bunun səbəbi ölkənin xam mal və kənd təsərrüfatı məhsullarını ixrac etməsidir. Buna diqqət edəcəksiniz. Bura diqqət edin. Hər iki qrupa daxil olan ölkələrdə iri sənaye müəssisələri dəniz limanlarına meyl edir. Fərqi nədir? İnkişaf etmiş ölkələrdə böyük miqdarda xam malın idxal etməsidir. Buna diqqət edin. Amma inkişaf etməkdə olanlarda isə xam malın ixrac edilməsinə yönəlmişdir. Bunlarla bağlı da bir məqam diqqətinizə çatdırım. Deməli, monosentrik haqqında biz artıq fikir olaraq bildirdik. İndi bu modellə bağlı da indi danışacağım sizə. Ölkənin daxili rayonlarına əsasən mineral xam mal, kənd təsərrüfatı məhsulları istehsal olunur, ixrac üçün paytaxta və liman şəhərlərinə göndərilir. Belə ölkələrdə sənaye mərkəzləri ilə zəif inkişaf etmiş rayonlar arasında deməli, əlaqə, nəqliyyat əlaqəsi də zəifdir. Bunları indi bir-bir təqdim edəcəm. Bura diqqət edin. Deməli, adətən bu tip ölkələrdə daxili tələbatın ödənilməsinə istiqamətlənmiş kənd təsərrüfatı rayonları da mövcud olur. Gəlin monosentrik ərazi quruluş modelinə sahib olan ölkələrin bu təsvirinə diqqət edək. Monosentrik ərazi quruluş modelinin təsviri bu şəkildədir. Gördüyünüz kimi plantasiya təsərrüfatı rayonudur. Sonra 2. Hasilat sənayesi rayonudur. 3. İstehlak tipli kənd təsərrüfatı rayonudur, yəni daxili tələbata yönəlmiş bir kənd təsərrüfatı rayonudur. 4. Əsas liman olaraq əsas sənaye iqtisadi mərkəzdir və biz burada nəyə diqqət edirik? Bu iqtisadi rayon mərkəzləri, iqtisadi rayon tipləri bir-birindən əlaqəsi demək olar ki, yoxdur. Biz buna nə deyirik? Zəif əlaqələri mövcuddur. Amma bayaqları sərbəst şəkildə birləşdiyini görmüşdük. Plus, monosentrik ərazi quruluş modelində də biz ixrac limanlarını görürük. Bayaqkində idxal limanı idi, bunda ixrac limanıdır. Yəni, bu da böyük miqdarda xam malın ixrac edilməsi ilə bağlıdır. Beləliklə, xüsusilə də həm polisentrik, həm monosentrikdə ən iri sənaye mərkəzləri, limanlarda qurulur. Fərq odur ki, inkişaf etməkdə olan monosentrikdə xam malın ixrac edilməsinə, polisentrikdə isə xam malın idxal edilməsinə yönəlmişdir. Yəni, biz bu təsvirdə xam malın idxal edilməsində görürük, amma monosentrikdə xam malın ixracına yönəldiyini qeyd etməyə çalışdıq. Növbəti bir məqam haqqında da bəhs edəcəm sizlərə. Regional siyasət, yəni regional siyasət əvvəlki ifadələr içərisində qaldı, ona da diqqət edək. Nədir regional siyasət? O ifadəyə diqqət edin. İstehsalın səmərəli yerləşdirilməsi və əhalinin həyat səviyyəsindəki fərqlərin aradan qaldırılması məqsədlə aparılan dövlət siyasətinə deyilir. Bu tez-tez sual kimi qabağımıza çıxılır. Regional siyasət ölkənin, regionların inkişafındakı fərqləri aradan qaldırmaq üçün apardığı tədbirlər kimi başa düşək. Regional siyasət yadda saxlayın ki, inkişaf etmiş ölkələrdə daha rahatdır onu aparmaq və geniş miqyasda həyata keçirilir. Böyük ərazilərə bu addımı tətbiq edirlər. Belə tədbirlərə köhnə sənaye və aqrar rayonların inkişafını, ekstremal şəraitə malik olan ərazilərin mənimsənilməsini, iri şəhərlərin böyüməsinin qarşısının alınması kimi addımlar atmaqla mümkündür. Amma inkişaf etməkdə olan ölkələrdə regional siyasət zəif aparılır. Çünki bu tip ölkələrin iqtisadi imkanları məhduddur, onlar istədiyi addımları rahatlıqla icra edə bilmir. Hətta bəzi ölkələr var ki, misal şəkli Braziliya, Nigeriya, Qazaxıstan kimi ölkələr regional siyasət kimi ölkə paytaxtlarını daha zəif inkişaf etmiş ərazilərə köçürməklə həmin ölkənin mərkəzi hissələrində inkişafına nail olmağa çalışırlar. Belə ki, Braziliyanın əvvəlki paytaxtı Rio de Janeiro dəniz sahilinə yaxın ərazi idi. İndiki paytaxtı Braziliya şəhəri ölkə mərkəzindədir. Nigeriyadakı Lagos şəhəri əvvəl dəniz sahilində, okean sahilində idi, körfəz sahilində idi. Hal-hazırda Abuja ölkə daxilindədir. Qazaxıstanın əvvəlki paytaxtı Almatı şəhəri ölkənin cənub-şərqində idi. Ölkənin şimal regionu mərkəz hissələrinin inkişaf edilməsi üçün deməli, Astana şəhərinə köçürülmüşdür. Regional siyasət kimi yenə deyirəm, yadda saxlayın ki,
ölkənin regionların inkişafındakı fərqləri aradan qaldırmaq üçün aparılan addımlardır. Xüsusilə də iqtisadi imkanları yüksək olan inkişaf etmiş ölkələr regional siyasəti daha rahat həyata keçirə bilirlər. Amma inkişaf etməkdə olan ölkələr regional siyasət aparmaqda çətinlik çəkir, iqtisadi baxımdan maddi təminatda çətinlikləri var. Hətta bəziləri paytaxtları belə köçürməklə regional siyasəti həyata keçirirlər. Təsərrüfatın yerləşməsinə müxtəlif amillər təsir edir. Onları biz fərqləndirəsi olsaq, məsəl üçün, maşınqayırma sənayesində, xüsusilə dəqiq maşınqayırma sənayesində əsas xərclər buradakı mütəxəssislərin ixtisas dərəcəsinin inkişafına ayrılır və ona görə də əsas meyl edən sahə ixtisaslı kadrlaradır. Amma bir çox təsərrüfat sahələri isə xam mala meyl edir. Xam mala meyl edən təsərrüfat sahələrinin ilk öncə metallurgiya sənayələrinin, ağır və əlvan metallurgiya istehsalını qeyd edə bilərik. Bunun üçün xam mal ehtiyatının olması vacibdir. Eyni zamanda bəzi yeyinti sənaye sahələrində qeyd etmək olar. Məsəl üçün, meyvə konserv sənayesi, şəkər istehsalı, şərabçılıq, balıq konserv müəssisələrinin yerləşdirilməsində xam mala yaxın olma prinsipi mütləq nəzərə alınmalıdır. Alüminium istehsalında əsas xərclər isə elektrik enerjisinə sərf olunur. O yüzden də alüminium istehsalı müəssisələri ucuz enerji mənbələrinə, adətən SES-lərə yaxın yerləşdirilir. Amma bu arada diqqətli olun, ağır əlvan metallarda isə filiz tərkibi kasıb olduğuna görə xam mala yaxın olma prinsipi mütləq nəzərə alınmalıdır. Bəzi sənaye sahələri, təsərrüfat sahələri isə qadın əməyinə meyl edir. Bunlara yüngül, geyim və yeyinti sənaye sahələrini qeyd edə bilərik. Bundan əlavə, eyni zamanda bəzi yeyinti sənaye sahələri tələbatla əlaqədar olaraq istehlaka meyl edir. Məsəl üçün, qənnadı məmulatları, şirniyyat istehsalı, yəni qənnadı ilə şirniyyat istehsalı və un istehsalıdır. Bunlar dediyimiz kimi çörək bişirmə daha doğrusu. Çörək bişirmə ilə qənnadı məmulatlarının istehsalı qeyd edəcəksiniz ki, istehlaka meyl edəcək. Davam edək.